Xarici xəbərlərlə davam edirik. İsraillə münaqişənin və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasının başa çatmasından sonra İranın ali rəhbəri Əli Xameneyni ilk dəfə bugün televiziya vasitəsilə xalqa müraciət edib. O, İsraillə müharibədə İranın qalib gəldiyini söyləyib. Televiziya ilə xalqa müraciətində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi 12 günlük müharibədə Amerika Birləşmiş Ştatları və İsrail üzərində həlledici qələbə qazandıqlarını bildirib. Bu münasibətlə İran xalqını təbrik edib. O, bu müharibədə İranın Amerika Birləşmiş Ştatlarını da məğlub etdiyini deyib. Lazım midunam be millət buzurg İran. Böyük İran xalqına bir neçə təbriki çatdırmağı zəruri hesab edirəm. Birincisi, İsrail üzərində qələbə münasibəti ilə təbrik edirəm. Bütün bu haykü ilə, bütün bu iddialarla İsrail İranın zərbələri altında demək olar ki, süqut etdi və əzildi. Birləşmiş Ştatlar da İranla müharibədə heç bir nəticə əldə etmədi. Birləşmiş Ştatlar İranla müharibəyə girdi, çünki Tehranla münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladı. İddia rejim Səhyuni İranın raket zərbələri endirərək Qətərdə yerləşən Amerika Birləşmiş Ştatlarının regiondakı mühüm Əl-Üdeydə hərbi bazasına əhəmiyyətli ziyan vurduğunu bildirən Əli Xameneyinin sözlərinə görə Amerikalılar bu bazaya dəyən ziyanın miqyasını azaldırlar. Xameneyi həmçinin vurğulayıb ki, İranın regionda Birləşmiş Ştatların mühüm mərkəzlərinə çıxışı var və Amerika Birləşmiş Ştatları tərəfindən yeni hücumlar olacağı təqdirdə İran onun hərbi bazalarına yenidən zərbələr endirə bilər. Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib. Rövşən Əliyev, Space xəbər.